Həqiqətən uşaqlıq arzum olub, polis, yəni kimsə gətirib qoymayıb. 11-ci sinifdən özüm bu, belə deyim də, 2 il hazırlığa getmişəm. Özüm arzulamışam ki, nə vaxtsa polis olum, nə vaxtsa polis generalı olum. Ən böyük arzum general olmaqdır. Təsadüflər nəticəsində gəlib bizim sıralarımıza çıxmış əməkdaşlar olur. Bəzən olur ki, insanlar onu bilmədən polisə gəlirlər. Elə deyir, polis olum, vəsiqəm olsun, polis geyim, formam olsun, mən də polis olum. Bu niyyətlə gəlirlər, amma müəyyən müddət işlədikdən sonra, xidmət etdikdən sonra polisin çətinliklərini gördükdə artıq görürlər ki, yox, bu sahədə özlərini görə bilmirlər. Görürlər ki, bu sahədə bacarmırlar və yaxud da təhsil səviyyələri imkan vermir ki, istədikləri qədər ki, davam edə bilsinlər bu sahədə, çalışa bilsinlər. Hər hansı bir tədbir olduğu tədbirdə, eləcə də əlamətlər günü olanda, bayram günü olanda insanlar ailəsinlə də qeyd edir, hətta çıxır şəhər mərkəzində müxtəlif yerlərdə gəzir. Amma polis əməkdaşı gözləyir ki, hər bir kəs çıxsın, gəlsin, əylənsin, qonaq getsin, qayıtsın evinə. Tam hər bir kəs artıq evinə qayıdandan sonra əhali sayı küçələrdə azaldıqdan sonra 12-də, 1-də, yəni gecə saat 24:00-da, 01:00-da polis əməkdaşları artıq istirahət verilir ki, yəni siz də gedə bilərsiniz. Gündə qəbula baxsaz, həddən artıq demək olar ki, 90%-i kasıb imkansız ailələrdən çıxmış təhsilli uşaqlardır. Mənim məsəl üçün atam adi yol mühəndisidir. Yəni və nəslimizdə də belə deyim sizə, əmilərim müəllimdir, dayılarım belə deyim avtomobil nəqliyyatında işləyir, adi işçidir, atam yol mühəndisidir, anam evdar qadındır. Yəni hətta hərdən birdən mən zarafatla deyirəm ki, nəslimizdə ən böyük vəzifəli adam mənəm.